7 günü təsəvvür edə bilirsən, 7 gün. 7 gündür bu kanala video gəlmir dostlar. Yepyeni Free Fire videomuzda da qarşınızdayıq dostlar. Təəssüf olsun ki, kanalın bana getdiyi üçün 7 günlük bir ban yediyi üçün videolar gəlmədi 7 günlük. Amma inşallah Allahın izni ilə videolar yenə əvvəl kimi gəlməyə davam edəcək. Necəsiz? Ümid edirəm yaxşı olasınız. Bu dəfəki videomuzda bəli, görmüş olduğunuz kimi yeni bir hesaba keçirmişik. İzləyən bilir zaten bu hesab kimlərə tanış gəldi. 80 səviyyəli hesab, yadınızdadırsa. Satla axırda gəldi, fırlandı, mənə qayıtdı. Amma uşaqlar, mövzumuz bu deyil. Bu dəfəki mövzumuz mənim əvvəlki hesabı satmaq olacaq. Deməli bir dostumuzdadır, dostumuza satmışam o hesabı. Dostumuz da təcili pula ehtiyacı olduğu üçün dəyərindən ucuz qiymətə satır. 165'ə deyir. İndi özüm dəqiq belə deyək də, orada nominalı falan demirəm ki, YouTube yenə politika ihlali verməsin, yeni 7 günlük bana getmək istəmirəm. Nəysə, vaxt itirmədən gəlin hesabı sizlərə göstərim və yenə dediyim kimi ucuz hesablar gətirmək planım var yenə. Hətta əlimdə biri var, yeni sabahları videosunu paylaşmağı düşünürəm. İnşallah Allah'ın izniyle bu videoya ən az 300 like gələrsə, o videonu da yenə YouTube'a yayımlayacağım. Davamlı olaraq ucuz hesablar gətirməyə çalışacağım ki, büdcəsi zəif olan dostlarımız da yararlana bilsinlər. Hazırsınızsa gəlin başlayaq. Bəli dostlar, görmüş olduğunuz kimi əvvəlki hesabdayıq və bu hesabı dostumuz, baxın, özüm yan bağ tələb elədim və yan bağ verdi, yan bağ vasitəsilə daxil olmuşam. Deyər ki, yaxşı, bu nədir? Buradakı e-posta nədir? Uşaqlar, bu Cimal mənim Cimalimdir. Məndə də hal-hazırda. Özüm cavabdehəm, narahat olmayın. Silinmədə də hal-hazırda. Özüm silinməyə qoymuşam ki, ana baxı təmiz Cimal olsun və sizlər də rahat bir şeydə güvənib ala bilərsiniz. Kurtarma e-postanız 15 gün içərisində keçirsiz qalacağı üçün hesabınızı kaybetmə riskiniz arta bilir. Özünüz gördüyünüzdə yazın. Ona görə də bunun silinməsinə 8 gün qalıb və bu silinənə qədər tamamilə cavabdeh dura bilirəm hesaba. Ona görə də narahat olmayın dostlar. Təmiz bax Cimaldir. Gəlin başlayaq elə silahlardan. Əvvəlki videoda göstərmişdim. Buradakı videoda da göstərirəm çünki hal-hazırda bu satış temasıdır. Düzdür, onda da satış temasıydı, amma burada da satış teması edirəm çünki artıq kanal dəyişdi, bir çox dəyişikliklər oldu ona görə. AK-47 4 səviyyə AK-mız var uşaqlar. Bunu zaten bilən bilir, canlıda izləyənlər və ya videoların davamlı olaraq izləyənlər bilir o AK-nı hardan almışam. Görmüş olduğunuz kimi baxın burada müxtəlif AK desenlər var. Heyif olsun ki, belə deyək də Dragon AK deseni yoxdur, olsaydı əməlli başlayayım. Baxın, skarımız maxdır görmüş olduğunuz kimi. Sonra davam edirik. Groza 9 ədəd Groza desemiz var. Biri 4 leveldir. Daha doğrusu Evo 4 leveldir. Burada da yenə bəziləri etkinlikdən alma, bəziləri isə köhnə və dəyərli Groza desenlərimiz mövcud dostlar. Famas 9 ədəd Famas desenimiz var. Birinci elə olanı ən dəyərlisidir. Ona görə ən dəyərli onu kuşanmışam. Daha doğrusu hələ mən kuşanmışdım, elə dostumuz da onu kuşanıb. Dəyişməyib. Deməli bu XM8-i təzə almışdıq. Deməli 2 level XM8 deseni var. İndi axırda baxaq ümumilikdə neçə ədəd Evo var. 7-8 ədəd Evo olmalıdır səhv eləmirəmsə. İndi baxarıq ona da nəzər salarıq. Görmüş olduğunuz kimi AN94 desenlərimiz də bunlardır. 8 ədəd Plazma desenimiz var. AUG deməli 11 ədəd AUG desenimiz var. Görmüş olduğunuz kimi bir də Evo'dur. Zaten onu bilən bilir. Mən onu hardan almışam, nə vaxt almışam, necə almışam, hardan aldım zaten məlumdur. 6 ədəd paraxal desenlərimiz var. Görmüş olduğunuz kimi paraxal desenləri və yal saxlan desenləri elə belə desenlər olursa, yox, elə belə deyil. Bu elə belə deyil. Bunlar qəşəng desenlərdir. 5 ədəd G36 desenimiz var görmüş olduğunuz kimi. Sonra görək bu nədir? Bunlar sadə görünümlərdir. Bunlar göstərib vaxtınızı öldürmək istəmirəm dostlar. 4 ədəd M14 desenimiz var görmüş olduğunuz kimi. Dostumuz eləən yaxşı olan kuşanıb. SKS 8 ədəd SKS desenimiz var dostlar. Bunun atış hızı 2 olduğu üçün kuşanılıb. Yəni deyərsiniz ki, bu daha gözəl görsənir bundan, amma bu gücünə görə kuşanıb dostumuz. Halal olsun. Deməli, digər PK desenlərimizdə özünüz görürsünüz. Baxın, bu çox dəyərlidir uşaqlar. Bu hər hesabda olunur. Bu sivil deseni hər hesabda olunur. Bu deyirdim mən sizə zaten. Deməli, boya pasdan alınma bir şeydir. Heç bəyənmirəm də. Neçə dəfə deyirəm, elə bu dəfə də deyirəm. Onlara ATK deseniz var. Baxın, bu Krononun bu hər hesabda olunur. Yəni köhnə hesablarda var. O da köhnə hesabların yenə bəzilərində olur. Hər hesabda olmur dostlar, amma bu hesabda var. Zaten mən bu hesabı əvvəllər bunu almazdan qabaq bu şeyləri göz önündə tüklər demişəm, bulundurmuşam, ona görə almışam. 4 ədəd M249 desenimiz var görmüş olduğunuz kimi. 3 ədəd M60 deseni, 2 ədəd Kod deseni var görmüş olduğunuz kimi. 11 ədəd UMP deseni var. Biri 6 leveldir. Sonra gəldik, baxın sarı UMP var. Halal olsun. Heç güllü UMP yoxdur. Güllü UMP olsaydı bu hesabın dəyəri patlamışdı. Atış hızı 2 olan, baxın belə bir UMP'miz var. Hər hesabda o da yoxdur. Nəzərinizə çatdırım. Baxın Atelier MP5 bu da hər hesabda olmur. Yəni nəzərinizə çatdırım. O bir dəfə getdi, növbəti dəfə gəlmədi, qayıtmadı bir daha. Ona görə də onu dəyərli eləyən şey budur. Baxın bu da eyni zamanda, bu da köhnədir. Atış hızı 2-dir bu arada. Çox möhtəşəm bir şeydir. 3 ədəd VSS desenimiz var. 9 ədəd MP40 desenimiz var görmüş olduğunuz kimi. Bu maxdır. Digərlərinə baxırıq dostlar.
Bunlar da ki, indi baxın bu var, atış hızı 2, sonra pəmbə MP40 var, hasarı 2. İndi özünüz rəvis hansını istəyib kuşana bilərsiniz, amma MP40 Evonu məsləhət görürəm dostlar. 7 ədəd P90 deseniz var, hansı ilə Cassia Papel'in elə zaten ən dəyərli olan kuşanmışıq. Sonra gəldik Thompson, 6 ədəd Thompson. Bunu alıb dostumuz, halal olsun, halal olsun. Zaten bu hesabın Thompson deseni cəhətdən biraz kasıblılığı var idi. Ən azından bunu alması yaxşı bir şey oldu. Bu arada belə deyək ki, hesabda əlavə dəyişikliklər olub. Onları da sizlərə göstərəcəm inşallah. 7 ədəd Makon desenimiz var, 5 ədəd Bizon desenimiz var dostlar, görmüş olduğunuz kimi. Gəldik sürət üzrə pompalı tüfənglərə. Baxın, yaşıl M14 bunu zaten göstərmişəm sizə. Splash 5 ədəd splash desenimiz var, görmüş olduğunuz kimi. Bunun SNS oyuncuları bilər nədir bu? Bu et. Bunu amma SNS oyuncuları biləcək nədir bu? Nə işə yarayır? Nəysə, Tragon 2 ədəd Tragon desenimiz var. Məsələn, buradan keçdik. Baxın, bu ağ AVM deseni. Bu hər hesabda yoxdur uşaqlar. Ümumiyyətlə bu AVM-in nə deyirlər buna? Atölyesi hər hesabda yoxdur. Nəzərinizə çatdırım. 4 ədəd K98 desenimiz var. Sonra M82B desenimiz 4 ədəddir. M24 3 ədəddir. Görmüş olduğunuz kimi. Şifa tüfəyi bu etini başım bıraxın. VSK-ını da başım bıraxın. Yəni burada elə dəyərli görünümlər yoxdur dostlar, görmüş olduğunuz kimi. Sürətli bir şey keçək, vaxtınızı öldürməyim. Sonra gəldik burada mini Uzi. 7 ədəd mini Uzi desenimiz var. Bunu pulsuz versiyalarda dəyərlidir uşaqlar. Çünki bir dəfə getdi və növbəti dəfə qayıtmadı. Pulsuz bir şəkildə otomata gəlmişdi, qısa müddətdə otomata gəlmişdi bu arada. Ona görə dəyərlərini nəzərdə çatdırın. Yaxın 19 ədəd tavamız var, 21 ədəd pala, 20 ədəd beyzbol sopası. Katanalara gəlin baxaq. Katanalarda aralarında dəyərləri ola bilər bəzən. Baxın, görmüş olduğunuz kimi katanalardan da bunlar var. 10 ədəd tırpan var. Baxın, görmüş olduğunuz kimi. Bunlar var. Sonra gəldik yumurta 2 ədəd yumurta görmüş olduğunuz kimi. Zaten bu One Punch Man köhnə yumurta deyə bunu kuşamışıq. Bu da var. Bu da təzələrdən ikinci yumurta desendir. İndi əlavə zapaskası olsun deyə kuşamışıq. 31 ədəd divar desenləri var. Zaten divar desenləri də sizlərə göstərim. Hesabın dəyərini artıran şeylərdən biri ilə mühafız divar desenləridir. Baxın, bunlar da dostlar, görmüş olduğunuz kimi. Bu var, bu var. Bu zaten bunu bilən bilir. Bunu bilən bilir, bunun olduğunu bilən bilir, bunun olduğunu bilən bilir. Yəni getdikcə dəyərləşir də orada göstərdiyim sizlərə mühafız duvarlar. Sonra gəldik ümumi kulaq qalibri. Baxın, gəlin baxaq. 1 2 3 deməli 7 ədəd Evomuz var. İkisi maxdır. UMP-si 6 leveldir. Gəlin UMP-nin nə qədər max olmasını tələb görün, nə qədər alması tələb edir, daha doğrusu saçdım, üzrü sayın. UMP-nə baxaq, görün nə qədər 5800 belə deyək. 5800 alması tələb edir bizdən. Deməli bunun ifadəsi oydu. Bunun ifadəsi çox petsat deyə həqiqətən də. 5800 almaq sizdən tələb olunur. Gəlin bura baxaq, üyelik. Uşaqlar, baxın burada şellənməlik bir üyeliyimiz var. 160 gün aylığı var, 64 gün həftəliyi var. Yəni bu hesaba alan adam full şellənə bilər də əməlli başlı. Nəzərinizə çatdırım. Biraz da səbirli olsa zaten UMP-ni belə maxlaya bilərsiniz. Sonra gəldik kasaya. Kasaya gəldik, əsas məsələlərdən biri. Başlıqlara baxaq, deməli ağ saç var, köhnə başlıqları zaten görürsünüz. Buradakı əşyaları dəyişdirmirəm. Yəni səlahiyyətim yoxdur artıq dostunuzun da hesabına görə. Aşağıya doğru enirəm sadəcə. Özünüz baxarsınız, yəni yavaşlatdırıb baxa bilərsiniz. Mən sadəcə belə bəzilərinin vaxtını almamam üçün sürətli bir şəkildə keçirəm dostlar. Gəldik maska desenlərinə. 155 ədəd maska desenimiz var. Bunu zaten dəyərini bilən bilir. Geri qaytarım. Sonra Joker baş var. Doğuşan dəstimiz var dostlar. Sonra Alok saqqalı var. Doğuşan dəsti, Alok saqqalı zaten bunların dəyərini bilən bilir. Gəlirik aşağı, köhnə elit basının başlıqlarının da olduğunu görə bilirik dostlar. Sonra gəldik bura 47 ədəd üz boyamız var. Əsas temada elə qara gözlü, zaten qara gözlü bilən bilir. 456 ədəd kasamız var. 456 ədəd üstümüz var dostlar, görmüş olduğunuz kimi. Deməli, gəlin bunları bir dənə yavaş-yavaş aşağı doğru indirək. Qara bədən var, haydut var. Zaten burada gördüyünüzdə yəni One Punch Man-ın üstü var. Köhnə elitlərin üstləri var. Qara vadalaska var. Əsas temada elə qara vadalaskadır. Baxın bunlar. Yavaş-yavaş aşağıya doğru indirirəm dostlarım. Sonra gəldik bura 275 ədəd burada kasamız var. Baxın. Bu da var. Bu da var. Bu da var. Yəni bunların dəyərini zaten bilən bilir. Bir çoxunuz. Ağ ayaqqabıya kimi var dostlar. Nəzərinizə çatdırın. Köhnə Old Vietnamkalarımız və Astro ayaqqabılarımız belə var dostlar. Gəldik ifadələrə. 75 ədəd ifadəmiz var dostlar. Görmüş olduğunuz kimi. Baxın burada Evomax'ın ürək ifadəsi, bayraq, olmaq, taxt, gül, gülmə ifadəsi. Deməli One Punch Man-ın bir dənə baxın belə bir yumruq ifadəsi. Bu olddur, çox köhnənin ifadəsi həqiqətən də. Ona görə möhtəşəmdir. Aşağı doğru enirik, baxın bu var, bu var. Selfie var, bunu bilən bilir zaten. Rankımız nəticə arxa fonda da, selfie-də də onu göstərir sizlərə dostlar. Həqiqətən də çox möhtəşəm bir şeydir. Sonra gəldik, baxın burada bir gəliş şəklimiz var. Ona kimi göstərim ki, özünüz görəsiniz. Baxın belə bir gəliş şəklimiz var. Eyni zamanda da gəldik bura kolleksiyona. Bunlar hepsi, yəni bunlar yağma qutulardır. Bunların elə də dəyər qatacaqlarını düşünürəm. Amma ən dəyərlisi baxın budur, One Punch Man-ın yenə. 4 ədəd düşmə effekti, daha doğrusu 3 ədəd. Biri budur, o vaxtı deməli etkinlikdən pulsuz verilir. Amma indi səhv etmirəmsə ya 500 almazdı, ya 600 almazdı, mağazadan almaq olur. Amma nəzərinizə çatdırmışlar, bana belə pulsuz verir, zaten də pulsuz da alınıb hər halda. Kim deyə buna durub 500-600 almaz verən. Ona görə əminliklə sizə deyə bilərəm ki, bu o vaxtı 2020-də, 2021-də pulsuz bir şəkildə alınıb. Baxın bunu mən bəxtə çıxarmışdım. Bu hesab məndə olan vaxtı bu hesab bu düşmə effektini bəxtə
çıxarmışdım. Boya pasdan gəlmişdi uşaqlar. Baxın bu da yenə düşmə effektimizdir. Zaten bilen bilir. Gəldik maşınlara. Maşınlarda baxın McLaren deseniz var görmüş olduğunuz kimi. Aşağı doğru enir yaşıl McLaren deseniz var. Zaten ən dəyərlisi budur. Dostumuz elə bunu kullanır. Digərlərini də elə göstərim. Zaten özünüz görürsünüz. Kənardan baxanda görünür ki, necə hesablı dostlar. Gəldik profil desenlərinə dostlar. 323 ədəd profil desenimiz var. Görmüş olduğunuz kimi 400 ədəd sancağımız var. Baxın aşağı doğru enirəm. Özünüz görürsünüz. Köhnə sancaqlar da var. Zaten onları ulduzlamışıq dostlar. Dostlar gəldik boya paslara və edit paslara. Son 5 ədəd boya pasımız aktivdir. Özünüz görürsünüz. Sapsarı görsəniz zaten burada. Kənardan birisi profilə baxanda bu sapsarı görsən həqiqətən çox xoş bir görüntüdür. Aşağı doğru enirik. Baxın görmüş olduğunuz kimi boya paslar əməli başa aktivdir. Deməli Tira Prozeti dövründə açılıb bu hesab. Bilmirəm neçənci elitdə. Özü açılan kimi də elit pas vurulub. Çox maraqlı bir şeydir. Açılan kimi elit pas açılıb. Əla. Yəni bu təşviş hesablardır ki, özünüz görəsiniz ki, hesab ilk elitdən açıqdır. Daha doğrusu ilk açıldığı dövrdən açıqdır elitləri. Neyse uşaqlar, bu dəfəki videomuzda da bu qədər ümid edirəm bəyəndiyiniz bir videomuşdur. Dediyim kimi kim istəyirsə kommentariyaya buyura bilər. Qiymətini dedim sizlərə, qiymət söhbətini təəssüflər olsun ki, burada açıqlamıram. Özünüz bildiniz yəni müəyyən problemlərə görə. Hətta bu video belə problem yarada bilər, nəzərinizə çatdırın. Əgər görsəz ki, bir yerdən sonra bu video silinsə, birinci yerinə politika ihlali yerim. Neyse uşaqlar, sağ olun, salamat qalın. Dediyim kimi bu videoda əgər ən az 300 like gələrsə, inşallah Allahın izni ilə bu serinin davamını gətirəcəm. Sağ olun, salamat qalın.